Uşağın səhv etməsinə niyə icazə verməliyik? Bir çox valideyn övladının səhv etməsindən qorxur. Düşünür ki, səhv edərsə, nəticəsi yaxşı olmayacaq, uğursuz olacaq. Amma həqiqət budur ki, səhv etməyən uşaq öyrənmir, öyrənməyəcəkdir. Bildiyimiz kimi, uşaq yıxıla-yıxıla girməyi öyrənir. Əgər biz uşaq yıxılmasın deyə onu daima qorusaq, mühafizə etsək, o yeriməyi öyrənə bilməyəcəkdir. Həyat da belədir. Uşaq səhv edərsə, o məsuliyyət daşımağı öyrənir, nəticə çıxardır, özünə güvənir. Əgər biz daima uşaq səhv etməsin deyə onu o səhvdən xilas etsək, qorusaq, biz onu həyata hazırlamırıq. Tam tərsinə onu zəiflədirik. Bu o demək deyil ki, daima uşaqları nəzarətsiz buraxacağıq, nəzarət etməyəcək. Bu o mənaya gəlmir. Valideyn əsas vəzifəsi uşağı cəzalandırmaq yox, uşağa istiqamət verməkdir. Daima onu düzgün istiqamət yönündə maarifləndirməlidir. Psixologların apardığı araşdırmalar nəticəsində məlum olmuşdur ki, uşaq səhv edərsə, ona qışqırmaq, alçatmaq, demişdim axı demək olmaz. Onun yerinə valideyn övladına bu səhvdən nə öyrəndin? Bu səhv sənə nəyi öyrətdi? Sənin çıxartdığın nəticə nədir? Deməlidir. Bu suallar uşaqda belə bir fikir formalaşdırır. Valideynim məni mühakimə etmədi, valideynim məni danlamadı, valideyn məni dinləməyə səy göstərdi. Bu uşaqlarda özündən asılı olmayaraq özgüvəni formalaşdırır və biz ona deyirik ki, sən bacaracaqsan, səhv etmirsən, insan səhv edər. Amma sən səhvindən nəticə çıxardırsan. Mən inanıram ki, sən bir daha bunu etməyəcəksən. Uşaq bizim bu məsləhətlərimiz qarşısında bizə cavab verməlidir. Və bizə cavab verərkən yenə də psixologlar məsləhətinə qulaq asmaq lazımdır. Psixologlar deyir ki, uşaq sizə cavab verərkən, öz fikrini ifadə edərkən, ki, bəzən biz ona deyirik ki, özünü müdafiə etdi. Yəni, bizə verdiyi cavabları artıq biz bilir nə cavab verəcəkdir. Psixologlar deyir ki, siz uşaqları dinləyərkən onu sonuna qədər dinləyin, sözünü kəsməyin. Bəlkə də ilk mərhələdə uşaq öz fikrini tam olaraq ifadə etməyəcəkdir, o fikirlə sizi qane etməyəcəkdir. Amma onu sonuna qədər dinləmək, onu sözünü kəsməmək uşaqda özgüvəni formalaşdıracaqdır. Əlavə olaraq da bəzən belə valideynlərə məsləhət olunur ki, belə desin. Övladım,